Başladıq indi isə təfəkkür mövzusunun 3-cü hissəsinə. Deməli, məntiq düşünmə formalarının davamı olaraq analoji, verbal, qeyri-verbal, ardıcıl və sistemli düşünmə kimi vacib bir mövzu olan məntiq xətaları izah edəcəyik. Yeni düşünmə formaları, analoji düşünmə, oxşarlıqları tapmaq. İki və daha artıq hadisə, anlayış, sistem arasında oxşarlıqların müəyyənləşdirilməsidir. Bir obyektdən qazanılan biliyi digər obyektə tətbiq etməyə kömək edir. Pianoda ifa etməyi bilən uşaq bu biliyin digər klavişli alətlərə də asanlıqla tətbiq edir. Müəllim şagirdlərə 300 min rəqəminin nə qədər böyük olduğunu başa salmaq üçün onu yerlə ay arasındakı məsafə ilə oxşadıb izah edir. Verbal düşünmə sözlərlə düşünmək, düşüncələrini dilə gətirmək, fikirlərlə, sözlərlə ifadə etmək bacarıqdır. Şagird əvvəlcə səsli səslə öz-özünə danışaraq düşünür, çünki insan özünü eşitdikdə fikirləri daha aydın olur. Sonra bu proses daxili nitqə, səssiz düşüncəyə çevrilir. Qeyri-verbal düşünmə, şəkillərlə düşünmək, məlumatı emal edərkən vizual, görsəl düşünməyə əsaslanmaq bacarıqdır. Fizika, riyaziyyat, informatika kimi dərslərdə çox işə yarayır. Yəni, hər hansı bir şəkil, heykəl və ya maket yarada bilir, xəritə ilə işləməyi, kompasdan düzgün istifadə etməyə bacarır. Diaqram, sxem, cədvəl və cizgiləri, çertyojları asanlıqla oxuyur, tətbiq edir. Ardıcıl düşünmə addım-addım getmək, addım-addım mərhələli düşünməkdir. Şagird bir hadisənin necə davam etdiyini, səbəb nəticəsini bilir, bir addımı bitirmədən digərinə keçmir. Çünki bütün addımların bir-birinə bağlı olduğunu başa düşür. Araşdırma edərkən əvvəlcə məlumatı toplayır, sonra emal edir, qruplaşdırır və sonda təhlil edib dəyərləndirir. Sistemli düşünmə, ətrafdakı hər şeyə bir sistem kimi baxmaq, hadisənin bir-birinə necə təsir etdiyini anlamaqdır. Vaxtı düzgün bölüşdürmək buna gözəl nümunədir. Təsəvvür edək ki, dəniz suyu çirklənir. Sistemli düşünən uşaq bilir ki, su çirklənsə dənizdəki canlılar zərər görəcək. Balıqların bədənində zəhərli maddələr artacaq. İnsanlar da o balıqları yeyəndə xəstələnəcəklər. Yəni, kiçik bir çirklənmə zəncirvari olaraq bütün ekologiyaya, insan həyatına mənfi təsir edəcək. Məntiq xətaları nədir? Tələyə düşməmək, yəni düşməyə necə? Fikir söyləyən zaman edilən səhvlər və zəif argumentlər, sübutlar əsasında çıxarılmış yanlış nəticələrdir. Məntiq xətaları əsasən iki halda baş verir. Səhv əlaqə qurmaq, nəticəyə gələrkən fikirlər arasında tamamilə yanlış və mənasız bağ yaratmaq. Bir də zəif argumentlər, irəli sürülən fikrin heç bir ciddi məntiqli əsası olmaması. Əgər sübutların zəifdirsə, qarşı tərəf sənin ideyanı asanlıqla rədd edə bilər, çünki fikirlərində boşluqlar yaranır. Xüsusilə başqaları ilə müqayisə, analogiya apararkən və ya test tələsi ümumiləşdirmə edərkən insanlar çox vaxt məntiq xətasına yol verirlər. Əgər müzakirələr zamanı sözünün ciddi qəbul olunmasını, sənə inanılmasını istəyirsənsə, danışığın məntiqi, əlaqəli və əsaslı olmalıdır. 3-cü hissə bitdi. Xoş dinləmələr.